Salam hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Sport 103 kollektivi yeni evinizin qonağıdır. Biz bugün tütün məmulatlarından istifadənin zərərlərindən və bu zərərli vərdişdən uzaq dayanmağın yollarından danışacağıq. İnsan orqanizmi yad maddələri qəbul etdiyi zaman müəyyən müddət özünü biruzə verməyən bakteriyalar əmələ gələ bilər. Bu bakteriyalar əsasən siqaretin tərkibində olan qətran, nikotin, karbon monoksid və digər kimyəvi maddələrin təsiri nəticəsində yaranır. Siqaret tüstüsü 7000-dən çox zərərli birləşmə ehtiva edir və onların əksəriyyəti orqanizm üçün yad elementlərdir. Bu yad maddələr orqanizmə daxil olduqda əvvəlcə immun sistemini zəiflədərək bakteriyaların və virusların çoxalması üçün əlverişli şərait yaradır. Siqaret tüstüsündəki toksinlər nəfəs yollarında selikli qişanı zədələyir, bədənin təbii müdafiə mexanizmini sıradan çıxarır. Nəticədə nəfəs borusunda, ağciyərlərdə və ağız boşluğunda zərərli bakteriyalar uzun müddət gizli şəkildə çoxala bilir. Onlar dərhal xəstəlik əlamətləri yaratmasa da, zamanla bronxit, xroniki öskürək, nəfəs darlığı və hətta xərçəng kimi ağır xəstəliklərin əsas səbəblərindən birinə çevrilirlər. Üstəlik, siqaretin tərkibindəki nikotin qan damarlarını daraldıb, toxumalara oksigenin çatmasını azaldır. Bu isə bədənin müdafiə gücünü zəiflədərək bakteriyaların və digər mikroorqanizmlərin daha rahat yayılmasına şərait yaradır. Beləliklə, siqaret təkcə ağciyərləri zəhərləmir, həm də immuniteti çökdürərək orqanizmi müxtəlif infeksiyalara qarşı müdafiəsiz qoyur. Başqa sözlə, siqaret çəkməklə insan orqanizminə daxil olan yad maddələr əvvəlcə gözə görünməyən bakteriyaların yaranmasına zəmin yaradır, sonra isə həmin bakteriyalar illərlə toplanaraq ciddi fəsadlara yol açır. Bu da göstərir ki, siqaretin təsiri yalnız çəkilən anda deyil, illər sonra belə özünü biruzə verir və insan sağlamlığına dönməz ziyan vurur. Hörmətli tamaşaçılar, biz bugün siqaret tüstüsünün zərərlərindən danışacağıq. Bu işdə bizə kömək edəcək mütəxəssis verilişimizin qonağı həkim pulmonoloq Sona xanım Hacıyevadır. Sona xanım, xoş gördük sizi. Xoş gördük. Sona xanım, başlayaq tütün tüstüsünün, tütün məmulatlarından istifadənin zərərlərindən tamaşaçılarımıza məlumat verməyə. Tütün məhsulları başda siqaret olmaqla cəmiyyətimizdə ən geniş yayılmış, hətta birinci sırada yer alan zərərli vərdişlər arasındadır. Təkcə tənəffüs sistemi deyil, qan damar sistemi, sinir sistemi, istərsə də digər sistemlərə aktiv və ya pasiv siqaret çəkiciliyindən asılı olmayaraq, istər kişilərdə, istər qadınlarda, istərsə də yanında siqaret çəkilən uşaqlarda böyük zərərlər törətməkdədir. Siqaret tüstüsünün aktiv və pasiv tütün çəkmə deyə iki növü var. Hansı ki, aktiv tütün çəkmə siqaret tüstüsünü birbaşa qəbul edənlər. Bax, bu birbaşa qəbul edənlərlə pasiv tütün çəkənlər arasında onlar orqanizmində baş verən dəyişiklikdən nə fərq var? Məsələn, pasiv tütün çəkənlər tütün tüstüsünə məruz qalanlardır. Eyni ilə onların da orqanizmində eyni dəyişiklik gedir. Bəli, istər aktiv siqaret çəkmək olsun, istər pasiv siqaret çəkmək olsun, həmən o tüstünün olduğu ortamda bulunmaq yetərlidir ki, yəni zərərləri demək olar ki, eynidir. Başlayaq elə tənəffüs sisteminə siqaret tüstüsünün zərərlərindən. Tütün ürünlərinin istifadəsi ağız boşluğundan başlayaraq tənəffüs yollarına, yəni bronxlardır, ağciyərin digər hissələri də alveollara qədər gedərək orada termiki və digər dəyişikliklərə səbəb olaraq müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. İlk növbədə ən çox rast gəldiyimiz xroniki bronxit, uzun müddət siqaret çəkən şəxslərdə bronx divarlarında iltihabın üzə çıxması ilə biruzə verən bir xəstəlikdir. Daha uzun müddət siqaret çəkənlərdə xroniki obstruktiv ağciyər xəstəliyi dediyimiz bu bronxların divarında artıq qalıcı dəyişikliklərin yaranmasına səbəb olmaqla gedən xəstəlikdir. Bunun emfizemalı bir forması var. O da ağciyərin yəni yapısal olan quruluş hissələrinin deformasiyası, orada qalıcı kistlərin, qalıcı dəyişikliklərin əmələ gəlməsinə səbəb olur ki, hansı ki, həmən hissələr artıq yararsız ağciyər olaraq hesab olunur. Və ağciyərlərdə yaranan xəstəliklər, siqaretin yaratdığı xəstəliklərdən başlıca öndə gələni AXOX, yəni xroniki obstruktiv xəstəliyi. Bu barədə tamaşaçılarımıza məlumat verərdiniz ki, nə kimi xəstəlikdir, nə təhlükələri var? Xroniki obstruktiv ağciyər xəstəliyi bu bronxlarda daralmalarla nəticələnən bir xəstəlikdir. Hansı ki, xəstələr uzun müddət öskürəkdən, bəlğəmdən, sinədə xırıltı-xışıltıdan əziyyət çəkdiyini söyləyir, sürekli boğulmadan şikayətlənir. Biz bu xəstələrə spirometriya testi ilə diaqnoz qoyuruq və şikayətlərinə əsasən bu testin yəni gərəkli olub olmadığına qərar veririk. Ondan başqa bu siqaretin yaratdığı ən önəmli xəstəliklər
xəstəliklərdən biri də ağciyər xərçəngidir. Ağciyər xərçəngi də bildiyimiz kimi ağciyərdə ağrı reseptorları olmadığına görə xəstələrin şikayətləri də gec ortaya çıxır. Yəni xroniki obstruktiv ağciyər xəstəliyində olduğu kimi əlamətlər irəliləyir. Yəni xəstənin deyərim illərdə öskürəyi var, illərdə bəlğəmi var. Bir müddət sonra bunu önəmsəməməyə başlayır, artıq həyatının bir hissəsinə çevrilir. Bu səbəbdən də uzun müddət sonrasında artıq xəstə gecikmiş dövrdə bizə müraciət eləyirlər. Hansı ki ağızdan, yəni tüpürməklə qan gəlir və ya döş qəfəsinin yan hissələrində ağrı olur, ağciyərə su yığılması ilə müraciət eləyir. Artıq bu gecikmiş mərhələdə olduğunu göstərir. Siqaret tüstüsünün ağciyərlərdə səbəb olduğu xəstəliklərin diaqnostikası necə aparılır? Diaqnostikası öncəliklə bəsit bir rengen testi ilə başlayırıq. Bundan əvvəl yəni bütün həkimlərdə olduğu kimi anamnestik məlumatlarla hansı testin vacib olduğuna qərar veririk. Müxtəlif qan testləri, spirometriya testi, lazım olarsa döş qəfəsi tomoqrafiyasına belə müraciət eləyə bilərik. Belə deyək də, siqaret çəkən də hardasa xəstə hesab olunur. Pasiyent hesab, potensial pasiyentdir, çünki onun da ağciyərlərində, digər orqanlarda hər hansısa bir dəyişiklik baş vermiş olur. Hansı halları özlərində gördükdə artıq sırf elə pulmonoloqa müraciət etməlidir? Yəni xəstənin uzun müddət, yəni 4 həftədən uzun çəkən bir öskürəyi varsa, rəngli bəlğəmi varsa, təngi nəfəsliyi, sinədə xırıltı-xışıltısı varsa ya da döş qəfəsində bir ağrısı varsa, yəni müraciət eləməkləri tövsiyə olunur. Tənəffüs sistemindən savayı həm də ürək-qan damar sisteminə də siqaretin zərəri var. Bu barədə də tamaşaçılarımıza məlumat verərdiniz. Siqaret damarlarda dəyişikliklərə səbəb olur. Bu yəni təkcə ürək-qan damar sistemində deyil, istər beyində, yəni digər damarlarda da qalıcı dəyişikliklərə səbəb ola bilər. İnsult və infarkt riskini artırar. Ondan başqa yəni hamilələrdə bətin daxili inkişafa təsir göstərərək uşaqlarda gəlişmə geriliyinə səbəb ola bilər və ya yarımçıq uşaq doğumuna səbəb ola bilər. Pasiv siqaret çəkiciliyindən danışdıq bayaq. Uşağın yanında, yəni bir otaqda siqaret çəkən ailələr var. Bu da uşaqlarda zəka geriliyinə səbəb olduğu göstərilmişdir. Və biz tütün məmulatlarından istifadənin ağciyərlərə, digər orqanlara zərərli təsirlərindən danışdıq və tamaşaçılarımıza ətraflı məlumat verdiniz. Maraqlıdır ki, bir insan, yəni siqaretin ya siqaret ya da digər tütün məmulatı zərərli olduğunu bilir, amma bilə-bilə yenə də siqaretdən istifadə eləyir. Buna səbəb nədir sizcə? Buna səbəb onun tərkibində olan nikotindir. Nikotin asıllıq yaradan bir maddədir və normalda biz tövsiyə eləyirik pasiyentlərə siqareti birbaşa atmasını, tərk etməsini. Bəzi pasiyentlər siqareti azaldaraq kəsəcəyini düşünür. Tədqiqatlar göstərir ki, bu xəstələrdə, bu pasiyentlərdə siqareti azaltdıqca, deyiləm hər saat siqaret çəkən birində arada bir 3 saat fasilə yaradarsa, yəni siqaretin miqdarını azaldarsa, bu ikinci çəkdiyi siqaretin verdiyi o nikotinin həzzini daha çox almış olur. Bu səbəbdən, yəni o növbəti siqaretə qədər bu hissi təkrar yaşamaq istədiyi üçün siqaretin miqdarını artırmış olur. Bu səbəbdən yəni tövsiyə edirik ki, xəstəyə birbaşa kəssin siqareti, istər siqaret deyil, bütün tütün məmulatlarını. Çünki uzun dövrdə imtina etdikdən sonra bu reseptorların miqdarı orqanizmdə azalır və nəticədə daha sonra bu tütün və tütün məmulatlarına qarşı bədəndə ikrah hissi əmələ gəlir. Elektron siqaret və elektron qəlyan, vape ənənəvi siqaretə alternativ kimi təqdim olunur, amma onların da sağlamlığa ciddi zərərləri var. İçindəki maye, adətən nikotin, aromalar və digər kimyəvi maddələr buxar halına gətirilərək nəfəsə çəkilir. Tüstü əvəzinə buxar verir, amma bu onun zərərsiz olduğu anlamına gəlmir. Zərərləri nikotin asılılığı yaradır, ürək döyüntülərini sürətləndirir, təzyiqi yüksəldir. Ağciyərlərdə iltihab, öskürək, nəfəs darlığı yaradır. Uzun müddətli istifadənin koah və ağciyər zədələnməsi riski olduğu sübut edilib. Bəzi hallarda EVALI elektron siqaretə bağlı ağciyər xəstəliyi ölümə səbəb olur. Mayelərdə aromatizatorlar, propilin qlikol və gliserin var. Qızdırıldıqda formaldehid, akrelin kimi zəhərli maddələr əmələ gəlir. Bunlar xərçəng riskini artırır.
Bir dəfə elektron qəlyan istifadəsi bir neçə siqaret çəkməyə bərabər ola bilər. Aromalı olsa da tərkibində karbon monoksid və toksinlər var. Aroma və dizayn gəncləri cəlb eləyir, amma erkən yaşda nikotin istifadəsi beyin inkişafına mənfi təsir göstərir. Daha sonra klassik siqaretə keçid riskini artırır. Bir də bu tütün məmulatları tərk etməkdən söhbət düşmüşkən, bir qrup insan siqareti tərk etmək üçün elektron siqaret və qəlyanlara müraciət edir və sanki bu bir vasitədir. Bu doğrudurmu? Siqareti tərk etmək üçün qəlyan və digər elektron siqaretdən istifadə etmək addımı yanlış bir addımdır. Uzun müddət ərzində istifadə edildikləri üçün qəlyan vasitələri bu həmən dövrdə çəkilən siqaretin, yəni 100-200 çəkilən siqaretə bərabərdir. Bu səbəbdən yəni tövsiyə etmirik. Eyni zamanda bu qəlyanın verdiyi bu kömürün təsirindən yaranan bədəndə kimyəvi termiki dəyişikliklər, istərsə də orada yanan məhsulların bədənə keçməsi, bu da uzun müddətdə fərqli reaksiyalarla nəticələnə bilər vücudda. İstərsə də elektron siqaretdə eyni şəkildə tərkibində aromatik hidrokarbonlar var. Elektron siqaretlərdə istər yeniyetmələr, istər gənclər arasında çox geniş yayılıb son zamanlarda. Onun tərkibində olan vasitələrin gələcəkdə hansı dəyişikliklərə səbəb olacağı hələ məlum deyil. Bunun haqqında elmi tədqiqatlar davam eləyir. Və maraqlıdır ki, elektron siqaretdən istifadə daha çox xanımlar arasında geniş vüsət alır. Xanımlar və yeniyetmələr daha çox istifadə eləyir. Maraqlıdır, onları buna cəlb elətdirən nədir? Yəni, elektron siqaretin çəkiciliyi nədədir? Məsələn, bir xanım niyə siqaret çəkir sizcə? Əslində... Və yaxud bir yeniyetmə, 12-13 yaşında yeniyetmə, hətta uşaq da demək olar buna, niyə siqaret çəkir? Elektron siqaretin tərkibində fərqli bir qoxu, yəni yardımcı bir vasitələr var, hansı ki, yəni siqaret kimi deyil də siqaretin qoxusu bəzilərində hani çəkinməyə səbəb ola bilər onu çəkməkdən, amma elektron siqaretlərin qoxusu da bir fərqlidir. Üstəgəl bəziləri elektron siqaretin zərərsiz olduğunu da düşünür. Yəni sadəcə nikotin asılılığı var da, digər yardımcı vasitələrdir, tüstüdür, onun zərərsiz olduğunu düşünür. Bu səbəbdən ola bilər, yəni yanlış düşündükləri üçün müraciət eləmiş ola bilərlər elektron siqaret çəkməyə və göstərilir ki, elektron siqaret çəkənlərdə, yəni gələcəkdə siqaretə başlanğıc yəni addımı olaraq dəyərləndirilir elektron siqaret. Sonra xanım, biz insan orqanizminə siqaretin zərərlərindən söhbət açdıq, ətraflı məlumat verdiniz tamaşaçılarımıza. İstərdim ekologiyaya da ciddi ziyan vurur, bu barədə də söhbət eləyək. Bəli, ekologiyaya da siqaret ciddi ziyan vurmaqdadır. Məsələn, çəkilən siqaretin yerə atılması, istər cəmiyyət olsun, istər yəni ətraf mühiti kirlətməklə yanaşı, istər məsələn deyəlim piknik zamanı hər hansı bir yerdə meşədə istifadə edilməsi o yanğınlara səbəb ola bilər. Daha sonra siqaretin öz istehsalında da nə qədər ağac kəsilir. Sırf siqaret kağızı və yaxud filtrin üzərini örtən kağız istehsalı olsun. Bunlar da ciddi ekologiya zərərlərə daxildir. Biz ekologiya zərərlərdən danışmışkən bir də bayaq bir şey vurğuladınız. Ətrafa atılan siqaret kötükləri söndürülmüş və yaxud söndürülməmiş şəkildə artıq ölkəmizdə Daxili İşlər Nazirliyi tərəfindən ciddi monitorinq var və cərimə olunurlar. Bildiyiniz kimi cərimələr də artıq miqdarı artır. Ümumiyyətlə, cərimələrə münasibət necədir? Hər hansısa bir zərərli vərdişi tərk etmək üçün cərimələrin tətbiq olunması. Sizcə doğrudurmu? Doğrudursa cərimə artmalıdırmı yenə də? Məncə doğru bir addımdır, amma yenə də bu asıllılıq olması səbəbilə, yəni düzgün addımlar atılaraq xəstəni o asılılıqdan çəkindirmək, başqa zərərli vərdişlərə aludəçiliyin azaldılması bu da bir addım olmalıdır. Bu açıdan hani bəzi inkişaf etmiş ölkələrdə siqaret çəkən şəxslərdə skrininq proqramları cəlb olunub bu xəstələrə. Yəni ildə bir dəfə fərqli testlərlə xəstələrin ağciyərləri yoxlanılır və onların siqaretdən asılılıq dərəcəsi təyin edilir. Siqareti tərk etmək haqqında xəstələr maarifləndirilir. Bu şəkildə də proqramlar yaradılsa çox yaxşı olar. Siqareti tərk etmə yollarından danışmışkən görülən tədbirlərə toxunsaq daha yaxşı olar. Sizcə nə kimi işlər görülməlidir?
Məsələn, xərçəng növlərinin təyini üçün skrininq proqramları var. Bu daha çox yayılmış bildiyim qədərilə süd bəzi Cəmiyyətdə nə xərçəngində. kimi tədbirlər görülməlidir? Cəmiyyətdə elə sizin verilişinizdə olduğu kimi sürətli maarifləndirmə işləri aparmaq daha yaxşı olar. Zaten reklam çarxları görürük efirlərdə tez-tez siqareti tərk etmək üçün bəzi reklam çarxları. Mən xaricdə daha çox görmüşəm. Siqaret paçkalarının üzərində hani onun yaratdığı xərçəngin şəkli bu şəkildə də hani dəyişikliklər Elə bax, yaxşı olar. biz dəfələrlə onu vurğulayırıq ki, siqaret istehsal edən şirkətlər qutuların üzərində siqaretin səbəb olduğu xəstəliklərin heç olmasa şəkil formatında bir çapı olsa siqaret qutusunun üzərində doğru vurğulayırsınız. Elə qardaş ölkədə də o şəkildədir. Ondan savayı Avropa ölkələrində də siqaret qutusunun üzərinə və yaxud ağciyərin o qara süngər şəklində ağciyərin hansı ki siqaret ona səbəb olur şəkli və yaxud ölü doğulmuş körpə şəkli, boğulmuş və yaxud kəsilmiş ətraf şəkli bunlar olsa, yəni siqaretin səbəb olduğu elə doğru vurğulayırsınız ki. Maraqlısı budur ki, xəstələrə bir resept yazırıq, yan təsirlərindən sorğuluyur xəstələr bizi. Daha sonra işte deyəlim zərərli qida vasitələrinin hansının tərkibində fərqli maddələr var. Onu hani taparaq istifadə etməməyə çalışan cəmiyyət bu siqaretin o şəkillərinə rəğmən yenə də istifadəsinə davam eləməyi seçir. Düz vurğulayırsınız. Elə mən də praktikamda, sizin də praktikanızda bu çox rast gəlinir. Bir dərman maddəsi yazılır hər hansısa bir xəstəyə. Xəstə deyir ki, bunun əlavə təsiri var ya yoxdur. Halbuki xəstə çıxandan sonra kabinetdən çöldə siqaret çəkir. Yəni əlavə dərmanın tərkibindəki əlavə təsir, çox gözəl vurğuladınız bunu. Dərmanın tərkibindəki əlavə təsir yaradacaq hansısa bir maddəni sorğuluyur, amma siqareti yox. Həm də qüsurlu dövran da sanki siqaretin qiyməti qalxır, istifadəçinin sayı artır. Siqaretin zərərləri ilə bağlı verilişlər artır, paylaşımlar artır, maarifləndirici tədbirlər artır. Siqaretin istifadəsi artır. Biz ekologiyaya da toxunduq, zərərlərindən, görüləcək tədbirlərdən danışdıq. İstərdim tövsiyələrinizi eşidək. Bir həm valideyn kimi, həm peşəkar mütəxəssis kimi, həkim kimi, həkim pulmonoloq kimi. Əlbəttə ki, bizi izləyənlər arasında həm siqaret çəkənlər var, həm siqaret çəkənlərin doğmaları, ətrafı var. Siqaret çəkməməyi tövsiyə eləyərik, tamam, amma burada önəmli plan, yəni önəmli bir səbəbkar, yəni nikotindir. Bu səbəbdən hani çəkmə deməklə deyil də müraciət eləyə bilərlər həkimə. Həkim o asıllığın dərəcəsini təyin eləyə bilər. Siqaretdən yüngülmü asılıdır? Yəni xəstə sadəcə danışıqlarla, yəni psixolojik olaraq siqaretdən vazgeçə bilərmi, yoxsa psixolojik olaraq da deyil də fərqli hani nikotini yerinə qoyma müalicələri və ya fərqli dərman vasitələri ilə tərk edə bilərmi? Bunu bir həkim dəqiqləşdirib, yəni qərarlaşdırıb sonda müalicəni təyin eləyə bilər. Yəni o qədər də asan olmaya bilər siqareti tərk etmək. Amma ən azından hani cəmiyyətdə siqaret çəkilməyən, yəni ətrafda siqaret çəkməyən insanlar arasında siqaret çəkməməsini tövsiyə eləyərəm həmin o pasientlərin. Daha sonra uzaq dayanmaq, məsələn, siqareti çəkən biri necə o yoldan uzaq dayansın? Siqareti tərk etmək üçün uyğun mütəxəssisə, yəni pulmonoloqa müraciət eləsinlər. Həkim onun siqaretdən asılılığın dərəcəsini təyin edərək ona uyğun müalicə sxemi təyin edəcək. Ondan başqa, yəni siqaret nikotin asılılığı olduğu üçün bu asılılığı yəni fərqli bir yönə yönləndirərək başqa bir fiziki aktivliklə məşğul ola bilər. Daha sonra psixoloji dəstək ala bilər. Bu şəkildə yəni siqaretdən uzaqlaşa bilər. Sona xanım, ətraflı məlumat üçün və təklifimizi qəbul etdiyiniz üçün sizə minnətdarım. Mən təşəkkür edirəm dəvət elədiyiniz üçün. Çox sağ olun. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Zərərli vərdişlərdən özünüzü və ətrafınızı uzaq tutun. Sport 103-ü izləyin, Sport 103-ü izləyin ki, 103-ə zəng eləməyə ehtiyac qalmasın. Gələn görüşədək hələlik.